Diqqət, diqqət! Danışır Xalq Jurnalistikası. Salam, axşamınız xeyir olsun. Space'də son xəbər studiyada Elvin Basqallıdır. Son dəqiqə məlumatı ilə qarşınızdayıq. Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində vətənə gətirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüzünlə başsağlığı veririk deyə məlumatda qeyd edilib. Dünən gecə yenə başladılar. İranın cənub sahillərində, Hörmüz boğazı yaxınlığındakı Sirik bölgəsində Amerika Birləşmiş Ştatları və ya İsrail tərəfindən həyata keçirildiyi bildirilən hava zərbələri nəticəsində 2 su anbarı məhv edilib. Bu hücum 20 minə yaxın İranlını içməli su təchizatından məhrum edib. İran da gecikmədi. İslam İnqilabı Keşikçiləri Korpusu Sepah, İran ərazisi üzərində Amerikaya məxsus MQ-9 Reaper pilotsuz uçuş təyyarəsinin vurulduğunu və Birləşmiş Ştatların bölgədəki obyektlərinə raket zərbələri endirildiyini elan edib. Yerli xəbərlərə gəlirik. Hərbi dəniz qüvvələri Xəzərdə döyüş atışlı taktiki təlim keçirir. Təlimin planına uyğun olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında şərti düşmənin məhv edilməsi, eləcə də digər qoşun növləri və silahlı birləşmələr ilə birgə fəaliyyətlər üzrə müxtəlif tapşırıqlar yerinə yetirilir. Təlimin əsas məqsədi döyüş əməliyyatlarının təşkili və qüvvələrin idarə olunması üzrə komandir və qərargahların bacarıqlarının təkmilləşdirilməsi, gəmilərin tək və taktiki qrup tərkibində döyüş tapşırıqlarının icrasına hazırlığın yoxlanılmasıdır. Rusiya hüquq mühafizə orqanları Sankt-Peterburqda 18 il axtarışda olan Azərbaycanlı Yusif Əliyeva saxlayıblar. 54 yaşlı şəxs 2008-ci ildən bir neçə maddə ilə, o cümlədən 2 və daha çox şəxsin öldürülməsi maddəsi ilə beynəlxalq axtarışda olub. Ona qarşı həmçinin cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülür. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Ağcabədi rayon sakini Aybəniz Həsənova qaynar xəttimizə müraciət edərək aşmaqda olan elektrik naqillərinin bağlı olduğu ağac gövdəsinin yaratdığı təhlükədən danışır. Hamısı darama qalıb dartılır. Buna bir tədbir görən yoxdur, yerlə gedir hamısı, bax buna bax. Bəli, qaz borusuna dirənmiş elektrik xətti və təhlükəni artıq özümüz təsəvvür edə bilirik. 051-583-2408 bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Sizdən xahiş edirəm, zəng eləməyin. Ancaq yazın və sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkib göndərin. Biz də işıqlandıraq. Neftçala rayonu Qədimkənd kəndinin sakini də eyni problem haqqında danışır. Kəndin yoldan kənar hissələrində işıq xətləri dəyişilməyib, transformator isə təhlükəli durumdadır. Transformatorda elektrik vurması hallarına az rast gəlinməyib. Bakı şəhəri Zabrat 2-də ölüm təhlükəsi məktəbin düz önündədir. Belə də məsuliyyətsizlik olar. Salam, hər vaxtınız xeyir olsun. Bir şey nəzərdə çatdırmaq istəyirəm ki, bu Zabrat 2-də 307 məktəbin yanında bu elektrik paneli hansı nəyə görə açıq qalır? Buradan yəni uşaqlarımız çıxır, gəlir, hər birisi də balacadır, oynayırlar. Birisinin əli dəysə, birisi bunu gizlənsə bunun içində və yaxud nəsə bir şey olsa, bunun cavabını kim verəcək? Mənim üçün yəni çox maraqlıdır. Hə, doğru deyir. Hadisə baş verəndən sonra kim cavab verəcək? Can təhlükəsizliyinə xüsusi diqqət yetirmək lazımdır. 2 il əvvəl baş verən zəlzələnin tərpənişini isə hələ də hiss edirlər. Lerik sakinindən söhbət edir. Qaynar xəttimizə müraciət edən Lerik rayon Nucu kənd sakini 2 il əvvəl baş verən zəlzələdən sonra evinə ciddi ziyan dəydiyini, yağış yağanda evi su altında qaldığını bildirir.
sizə sizin haqqınızda danışırıq. Sizin çəkib göndərdiyiniz videoları sizə təqdim edirik. Efirdə xalq jurnalistikasıdır. Hələ yazdır, yaydır. O palçıqlı yollara qədəm qoymaq olur. Qışda isə hərəkət mümkünsüzləşir. Balakən rayon Xoşbinə kənd sakini qaynar xəttimizə yolların bərbad vəziyyətdə olmasından danışır. Baxın, bu bizim Balakən rayonunun Xoşbinə kəndinin yolları. 5-6 ildir bizə hər ildə gəlib deyirlər ki, asfaltlanacaqdır, ancaq ki bizim bu yollar asfalt yüzü görmədi. Baxın, belə biz yollarda 3 kilometr yarım bizim belə sentral yolumuz var. Həm sərhəd kənddir. Belə yollarda biz gəlirik. İndi sizə bir yolda göstərəcəm. Bu cığıra yol sözünü bir mən dedim, bir də indi qaynar xəttimizə video göndərən şəxs. Quba rayonu Zeydkənd sakini Həsən Baxışovu dinləyək. Hal-hazırda Quba rayonu Zeyd kəndini rayon mərkəzi ilə birləşdirən yoldayıq. Baxın, bu da bizim yolumuzun vəziyyəti. Qeyd edeyim ki, bu yola cavabdeh olan 5 sayılı yoldur. Quba rayonu 5 sayılı yol dairəsi. Baxın. Baxın, görün buradan maşın keçər. Hər hansısa texnika vasitəsi keçər. Qalmışıq bir adada. Nə əlaqə yoxdur, nə baxan yoxdur, nə maraqlanan yoxdur. Bərdədə, Təbriz küçəsi 3-də də məsul şəxslər şəhərin təmiz saxlanılmalı olduğunu unudublar. İş nədən, heç nədən. Xaçmazın Yergüc kənd sakini 70 yaşlı Murad Əsfəndiyarovu uzunqulaq dişləyib. Hadisədən sonra bir müddət ev şəraitində müalicə alan 70 yaşlı ahıl ötən gün vəfat edib. Mərhumun meyidi müayinə aparılması üçün Xaçmaz rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Bakı şəhəri 8-ci kilometr bazarında Hyundai Accent markalı nəqliyyat vasitəsi yanaraq yararsız hala düşüb. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində Hyundai markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Bu yolun axırı yoxdur. Söhbət narkotikadan gedir. Amma təəssüf ki, aludə olanlar, qoşulanlar heç də az olmur. Amma yaxşı ki, mübarizə də güclü aparılır. Sabunçu rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən ardıcıl əməliyyatlar nəticəsində narkokuryerlik etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Gəncə şəhər sakininin bizim qaynar xəttimizə göndərdiyi video çox maraqlıdır. Deməli, qatarların piyada keçidini kəsərək saxlanılmasından şikayət edir. Gəncə şəhəri dəmir yol vağzalıdır. Piyada yolunu həmişə qatar kəsir. Bax, işçilərinə də bildiririk, amma xeyri yoxdur. Bax, qarşıda dayandırıb, vətəndaşlar da buradan gedib gələndə həm də vətəndaşlar təhlükəyə atır özlərini. Bax, piyada yolu budur. Vətəndaşlar buradan gedib gəlir evlərinə. Amma qatarı gətirib saatlardır burada saxlayırlar. Şikayəti bizə bildirəndə bax, deyirlər ki, biz belə saxlayırıq. Qubanın Bəhrəli kəndində zibillərin yığılmaması antisanitar vəziyyət yaradır. Baxan yoxdur, baxan varsa da təmizləyən yoxdur. İndi bax, bu
kəndin məsul şəxsləri son xəbərə baxırlarsa, bir də sabah gedib əraziyə baxsalar lap yaxşı olar. Davam edirik. 051 583 2408. Space televiziyası sizin üçün unikal imkan yaradıb. Xalq jurnalistikasıdır. Veriliş sizindir. Siz çəkirsiniz, videonu siz göndərirsiniz və siz də baxırsınız. Bakı şəhəri Yasamal rayonu Mikail Müşfiq küçəsində yerləşən mebel sexinin fəaliyyəti dayandırılıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sözügedən sexdə yoxlama keçirilib. Keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edilib. Uyğun quraşdırılmayıb, obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmayıb, obyektə daxili yanğın kranları quraşdırılmayıb, elektrik təsərrüfatı, elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt odsöndürən balonlarla tam təmin olunmayıb və mövcud odsöndürən balonların tərkibi isə yenisi ilə əvəz edilməyib, obyektin daxilində boyama otağı havalandırma sistemi ilə təmin edilməyib və otağın arakəsmə divarları və tavan hissəsi yanar materialla üzlənib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyunun 8-i Goranboyun Səmədabad kəndi ərazisində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb. Hadisə zamanı Vaz 2107 markalı avtomobilin sürücüsünün sükan arxasında yuxladığı ehtimal olunur. 73 yaşlı rayon sakini Səməndər Cəfərov idarə etdiyi Vaz 2107 markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq qarşıdan gələn 86 yaşlı həmyerlisi Şahbaz Qarayevin idarə etdiyi Vaz 2106 markalı avtomobillə toqquşub. Nəticədə Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rıza Qasımov hadisə yerində dünyasını dəyişiblər. Qəzaların nəticələri təqribən eyni olur. Xəsarət və ya ölüm. Ən yüngül halda maşın zədələnir. Amma hər birinin bir başqa, belə deyək, səbəbləri olur. Günəşlidə baş verən qəzanın görüntüləri adamı dəhşətə gətirir. Ötən gün Günəşlidə ağır yol qəzası olub, marşrut avtobusu qarşısına keçən avtomobilləri əzib. Niyə, necə, nə baş verib, bu da bəlli olacaq. Ölkənin ən baxımlı xəbər ünvanındasınız. Xəbərin sonu yoxdur, son ünvanı var. Space televiziyasının son xəbəri 051 583 2408 qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Sizi maraqlandıran, narahat edən məsələlərlə bağlı çəkiliş edin, göndərin, biz də təqdim edək. Hətta özünüzü də çəkib, belə deyək, çıxış edib, həmin videonu bizə göndərə bilərsiniz. Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. iyun 2026-cı il tarixində Araz çayının İmişli rayonu Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 17 yaşlı Mirişli Turan Mirağıoğlu'nun meyidi tapılıb. Onun meyidi Fövqəladə Hallar Nazirliyinin dalğıcıları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Azərbaycanda vəkilin ailəsində bədbəxt hadisə baş verib. Hadisə paytaxtın Xətai rayonu İnqilab İsmailov küçəsində qeydə alınıb. 19 yaşlı Cavid Ağazadə binadan yıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Cavid Ağazadə Vəkillər Kollegiyasının üzvü Qabil Ağayevin oğludur. 2 gündə ardıcıl Hacıqabulda açıq ərazidə yanğın xəbəri təqdim edirik. Deməli, Hacıqabulda daha bir açıq ərazidə yanğın olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Ağdam rayonunda Quzanlı qəsəbəsində 34 yaşlı Canəli Mehrəliyevə məxsus 2 otaqlı yaşayış evində yanğın olub. Ev və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğına mühafizə bölməsinin 2 yanğın söndürmə avtomobili və şəxsi heyəti cəlb edilib, alov söndürülüb, onun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Davam edirik. 051 583 2408 qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Sizi narahat edən, maraqlandıran məsələlərlə bağlı çəkiliş edib göndərin, biz də sizə təqdim edək. Lənkəranda baramaçılıq mövsümünə başlanılıb. Kümçülərə dövlət dəstəyi çərçivəsində 200 qutu sənaye toxumu paylanılıb. Baramanın inkişafı üçün yemləmə işləri, baytarlıq sanitariya tədbirləri, rütubət və istilik rejimi nəzarətdə saxlanılır. Əlverişli hava şəraiti və düzgün aqrotexniki qulluq sayəsində bu il barama tədarükünün ötən ilə müqayisədə artacağı gözlənilir. Biraz öncə çoxlu zibil kadrları təqdim etdik sizə ki, hansı ki yığışdırılmır. Şəhərdə, rayonda, kənddə fərq etmir. Amma Türkiyəli məşhurun zibilləri necə yığışdırması ilə bağlı görüntülər sosial şəbəkələrdə trend olub. Daha əvvəl vətəndaşların ərzaq borclarını ödəməklə diqqət çəkən məşhur Türkiyəli müğənni Çelik indi də başqa bir hərəkəti ilə gündəm olub. Çelik Samsun şəhərində zibil qablarından kağız toplayaraq çörək pulu qazanan Serpil adlı qadına dəstək olub. Çelikin bu hərəkəti ətrafdakılar və sosial media istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb. Məşhur müğənninin ağır şəraitdə çalışan təkrar emal işçilərinin üzləşdiyi çətinliklərə diqqət çəkdiyi bildirilir. Türkiyənin Batumi şəhərindəki baş konsulluğunun rəhbəri Adnan Altay Altınörsün kazinoda çəkilmiş görüntülərin sosial mediada yayılmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi hərəkətə keçib. Diplomata aid fotoların yayılması diplomatik dairələrdə rezonans doğurub. Hadisədən sonra Altınörs təcili şəkildə Ankara qərargahına geri çağırılıb. Əfqanistanda hakimiyyətdə olan Taliban hərəkatı smartfon istifadəsinə qarşı yeni məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Bu fonda təşkilat üzvlərinin smartfonları kameralar qarşısında sındırdığı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstanbulda Bosfor boğazında müşahidə olunan qeyri-adi rəng dəyişimi sakinlərin və turistlərin diqqətini cəlb edib. Boğazın bəzi hissələrində suyun firuzəyi və açıq yaşıl çalara bürünməsi göz oxşuyub. Və hörmətli tamaşaçılar, bu bizim bugün sizə təqdim etdiyimiz son xəbər idi. Xəbərin sonu yoxdur. Son ünvanı var, son xəbər. Sabah yenidən görüşərik, vədimizə sadiq olaq.